Hörmətli tədbir iştirakçıları, hər birini salamlayıram, xoş gəldiniz. Bugün bizə Bakı şəhərindən qonaqlarımız var. Gender əsaslı zorakılığa qarşı mübarizə ilə bağlı tədbir keçiriləcək. Qonaqlarımız bir daha hamımıza xoş gəldiniz deyirəm. Sayın Zəkməti rəhbərliyi adından. Ənvəli olaraq həmişə bizim borcumuz var. İlk növbədə gəlin onun borcumuzu yerinə yetirək. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canına keçən şəhidlərimizin və uğrunda Heydər Əliyevin ruhunu xatirəsini bir dəqiqə qısa yapmış. Allah rəhmət eylesin. Bugünkü mövzunun qaliyyəti, mövzusu barədə, gelişi barədə mən hörmətli Nurhan'dan söz vermək istəyirəm. O özü başlayacaq. Çox təşəkkür edirəm, minnətdaram. Mən Nurani Şıxəliyeva, hər birinizi bu qəhrəmanlar oylağı olan dəyərli beyləqanımızda ürəkdən salamlayıram. Və bizə yaradılan bu şəraitə görə Beyləqan rayon icra hakimiyyətinin başçısı cənab Əziz müəllimə, onun dəyərli kollektivinə və bu günlərin bizi ev sahibliyi edən Akademik Mehdi Mehdizadə adına 3 sayılı orta məktəbin dəyərli kollektivinə, müəllim heyətinə, texniki işçilərini salamlayıram və sizə məlumat olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinin, vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyinin həyata keçirdiyi gender əsaslı zorakılıq, struktur və mədəni şiddətin ən çox yayılan formasıdır adlı silsiləvi tədbirlərinin birini də biz hal-hazırda Beyləqan rayonunda sizlərlə bərabər həyata keçirəcəyik. Mən ilk olaraq sizə təqdim etmək istəyirəm vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyinin sədri, pedaqoq, telelayihələrdə rəsmi ekspert Fatıma xanım Hacıbəyli, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, psixoloq, telesosial layihələrdə rəsmi ekspert, Fövqəladə Hallar Nazirliyi İctimai Şuranın sədr müavini və xanım Abbasova. Və bu günlərin bizlərlə bərabər burada rayonun dəyərli Ağsaqqalı, Ağsaqqalar Şurasının sədri, ziyalı insanımız Etibar müəllim İmanov da iştirak edir. Təşəkkür edirik. Və eyni zamanda rayon icra hakimiyyəti yetkili yaşlılar üzrə deməli, işləri həyata keçirən səlahiyyətli nümayəndəmiz Sürücü müəllim də buradadır. Və mən icazənizlə sözü ilk olaraq Vəfa xanıma verirəm. Fatıma xanıma verirəm. Vəfa təşkilatının sədri. Sizi verirəm. Mən Beyləqan rayonunda ilk dəfə iştirak edirəm. Çox gözəl qarşılandı. Və bir gün Nurani xanım burada mən bir də demək istəyirəm. Beyləqan rayon icra hakimiyyətinə özlərinin təşəkkürünü bildirirəm. Sənin münasibət üçün, gözəl qarşılanması üçün. Və təbii ki, bu gözəl məktəbin kollektivinə başqa rəhbərlik olmalı. Mən özüm də pedaqoqam, 30 ildir müəllimim fəaliyyətdən var. Ona görə bilirəm ki, bugün kanikul tətildə, amma müəllimlər buradadırlarsa hər birinə təşəkkür edirəm, minnətdaram. Bugünkü mövzumuz çox aktual olan bir mövzudur. Deməli, gender əsaslı zorakılığın strukturu və mədəni şiddətin ən çox yayılan formasıdır. Deyəcəksiniz ki, gender əsaslı zorakılıq nədir? Gender əsaslı zorakılıq deyən kimi Azərbaycanda ithalla gələn budur. Necə ola bilər ki, evdə gender bərabərliyi olmaz, alınmaz. Mənim ərim mənə çay verə bilməz. Mənim ərim xörək pişirə bilməz. Hatta kişilər də bunu qəbul edə bilməzlərdir. Necə arvadım ola mən nəyə görə gedim yemək pişirim və ya bilməyim. Amma biz bu gender bərabərliyini nəinki o kişiləri, o kişi olanmamışdan, uşaq olandan başlayırıq artıq pozmağa. Necə? Deməli, adi evdə, ailədə bu qızdır, buna bu olmaz, oğlandır, olar. Deyərəkdən biz artıq onlarda gender bərabərliğini pozmuş oluruq. Amma elə geyimdən tutar, oğlan həyatı boyu qırmızı rəng giyinə bilməz, mümkün deyil, bu oğlandır. Amma qız, yəni qız üçün fərqi yoxdur təbii ki, oğlanlar ən çox nəyə üstünlük verir? Göyə, yaşıl rəngə, qara rəngə, yəni daha tök rənglərə. Amma rəngdə biz gender kişinin və ya qadının olmağında heç bir fərqi yoxdur, önəm daşımamalı. Hətta ölkə məhdudiyyətində təsir ola bilməz, çünki qız amma oğlunu hər dünyanın hər bir yerinə qız gedir, amma hər bir şey oğlunun. Qarşıya gəlir, xanım, bir də
Bir bərabər, təbii ki, bizdə milli mentalitet deyilən bir şey var. Heç uzağa getməyəcəm, öz valideynimdən misal çəkirəm. Bəzən atam otururdu burada, demək olar ki, televizorun pultu buradaydı, yanındaydı. Yəni, insan əyilib o pultu götürmür, anamı çağırdı, bir kere o pultu vermək. Bizim bu kişilərdə adətdə heç bir iş görmək istəmirlər. Hər bir şey qadın üzərinə yüklüyür. Adi bir şey misal çəkəcəm. Övladın tərbiyəsində belə, əgər o övlad yaxşı övladdırsa, kişilər nə deyil, mənim oğlumdur. Amma pis olan kimi deyilər, hansı verdiyi tərbiyə. Yəni, fərqlər o qədər bizlərdə pozulur ki. Və yaxud bir qadın, adi bir misal çəkirəm, bir qadının, tutaq ki, yolla gedir, buna kimsə artıq bir söz verir. Biz orada o kişini günahlandırmırıq. Yəni, onu və yaxud da bir qadın ailəsi olubsa, ona artıq bir söz deyilirsə, onu bədbaxt edən kişini heç kəsin günahlandırmır. Günahı kimdə görür? Qadında görür. Qadındır günahdır. Qadındır. Yəni, o qədər o qadınlara qarşı bizlərdə belə bir bəzi insanlarda belə nifrət deyim, bilmirəm, qadağa deyim, nə deyim, yaranır ki, artıq inanın ki, bir select abortda dəhşət dərəcədə məşhurlaşır. Və onun nəticəsində də bugün bizim artıq bu uşaqlar dünyaya gəlir. Deməli, əgər bir atanın oğlu olursa, toy bayram edir, belə, nə bilim, qonaqlıqlar edir, vay o gündən ki, onun qız oldu, 2 dənə qaldı, qız oldu. Elə bir insan yasa basır. Hətta həmin adamı, oğlu yoxsa sonsuz belə adlanır. Yəni, qız övlad sayılır. Və mən çox istəyərəm ki, ailədə isə tamamilə başqa bir şey olsun. Çünki artıq müasirləşmiş. Bax, burada oturmuşam, baxıram, gələcəyəm Robert Cemilkan mühəndisinin layihəsi. Gör, nə gözəl layihədir. Nə olar ki, biz insanlarda da fərqli bir seçim olsun. Bax, mən demirəm ki, evdə hansısa bir kişi dursun, pəncərə silsin. Amma övlad gəlir içəri, görür ki, ailədə ana yemək çəkir, ata çörək doğrayır. Bu nəyə pislik deyil bir ailə üçün. Və övladı bunu görür. O da gələcəyinə ananın, atanın elədiyinə eləyir, əgər oğlan uşaqdır. Düz deyil. O daha gözəl bir görünüş olur. Və yaxud da ki, ana gətirir boşqabı qoyur, ata da gətirir pomidor xiyarını tutaq ki, qoyur stolun üstünə. Mehribancasına otururlar ailəvi bir yerdə çörəklərini yiyirlər. Bax, indi mən sizə bir şey deyəm. Aslında bu dəqiqə qadınlar işləyir. Az qadın olar ki, işləməsin, evdə otursun. Bütün qadınlar işləyir və hep işləyən adam da təbii ki, yorulur. İndi təsəvvür edin, kişi də işləyir, qadın da işləyir. Evə gəlirlər, kişi neyinir? Yorulmuşam, halım yoxdur, uzanır. Yemək gələcək, hər bir şey gələcək. O qadınsa işdən yorğun gəlir, həm uşağını rahatlatmalıdır, həm evin yeməyini çatdırmalıdır. Vay o gündən. Və bir dənə də sözümüz var. Ay, evdə yemək yoxdur, indi ərinin adını çəkir, gəlib öldürəcək məni. Ay, niyə öldürürsən? Niyə özü o dərəcəyə çatdırırsan ki, o səni öldürür? Yeməsən, qızlarınızı ərə verdiyi zaman bir sürü şikayət edirəm. Gedirsən, meyidin olmamışdır. Və ya, ondan sonra nə oldu? Öpəndə yaxşı idi, böyəndə pis oldu. Bu fikirlərlə biz başa düşmüşük bu qədər, necə deyirlər, güclü o təzyiq göstərir, onları sanki siz heç nə eləyir və yaxud ailədə bir hadisə baş verir. Gəlirlər, deyir ki, bəs necə məsləhətdir da? Və normal insanlar düşüncələ deyir ki, qadın kişi fərqi yoxdur. İcazə ver, yoldaşımla məsləhətləşəyim, bir ümumi qərara gəlib, biz sizə fikrimizi bildirək. Amma el adamlar nə deyir? Arvad kimdir, özüm həll edəcəm. Nə başa düşür, o nə bilir belə bir şeylər? Hansı ki, valla, ən yaxşı, ən güclü kişinin yanında belə ağıllı qadın çox gözəl bir şeydir. Və yaxud, indi bax, mən burada kişiləri dedim, indi mən qadınları deyirəm. Bəzən də bugün bizim qadınlarımız, bilirsiniz ki, çoxu işləyir, qəşəng pul qazanırlar və müəllimlərin özləri nə qədər saatları var, 1000 manatdan artıq maaş alırlar. İndi bu evə artıq pul gətirirlər, rayon yeri üçün daha gözəldir. Bu yazıq kişi işləmir, və işləyirsə də harca bir 300-400 manat maaş alır, bu arvadın maaşı 1000 manatdır. İçəri girir, söz düşəndə mən özüm eləyəcəm. Artıq pul bundadır da, deyir, Nəsrin Ağsaqqalı kimdir, deyir, pul kimdədir oldu Nəsrin Ağsaqqalı, yaşa baxmır. İndi pula kim gətirir evə, həmin adamdır daha çox. Ağıllı qadın neynəməlidir? Pulu belə çox gətirsən, o evdə onun həyat yoldaşı var, ona dəyər o verir. O yüzden aparmalıdır. Mən yox, odur. Yəni, bizim evin rəhbəri var. Ev bir kiçik dövlət. Və o dövlətin də təbii ki, prezidenti var, vitse-prezidenti var. Çünki o balaca bir dövlət, onu idarə eləmək çox çətindir. Və siz inanın ki, bu qadın və ya kişi, ailədə, ata və ya ana,
Siz nə göstərirsinizsə, o da övladlarınıza yansıyır. Bir psixoloqa sual verirlər ki, mən uşağımı necə tərbiyə edim, deyir, hiçbir şey lazım deyil. Sən düz yolunla gel, övladın arxanıza gələcək. Bugün əgər mən uşağıma deyirəmsə ki, bunu sındırmaq olmaz, amma uşağın gözünün qabağında sındırıb atıramsa, artıq o uşaq bunu görür. O deyəcək ki, deməli, mən valideynim yalan danışır. Gender bərabərliyi sinifdə, məktəbdə belə pozulur. Bilirsiniz nəyə görə? Çünki əgər bir oğlan durur bir artıq hərəkət edirsə, onun bəzən hərəkətinə oğlandır da, haqq qazandırır. Vay o gündən ki, o bir hərəkəti qız eləsin. Qızı bacardığımız qədər hərə bir daş atır ona. Qızsan, olmaz, atava deyərəm, filan kəsə deyərəm. Və keçirəm indi isə bunu erkən nigah növbəsində. Qızı ərə verdiyimiz zaman çox adam soruşmur, atası bilər. Atası bilər və atası kimə məsləhət bilər, ona verər. Qız ərə gedir, erkən nigahla 15-16 yaşında, çox şükürlər olsun ki, artıq dövlətimizdə bu qərar qəbul olunur. Və 18 yaşında ailə quran və yaxud nişanlanan, 18 yaş tamam olmaz, çox üzrə, bir qız artıq valideynləri belə cəlmələr. Bu yaxınlarda, deməli, İsmail rayonunda yenə bir erkən nigah olmuşdu, 15 yaşında bir qıza üzük taxılmışdı. Hər 4 valideyn cəzalandırılır. Hələ toy olmamış, sadəcə nişan olmuş, hər 4 valideyn cəzalandırılır. Bilirsiniz necədir? Biz evdə, ailədə qızımızı, oğlumuzu eyni formada böyütsək, onların arasında fərq qoymasaq, onları həyata daha gözəl baxışdan böyütsək, o bizim öz xeyrimizədir. Ən gözəl kapital, övlada qoyulan kapital. Ən gözəl kapital. Çünki əgər övladı var, sən kapital deyəndə, mən demirəm, həmin saniyə bəzi adamlar fikirləşir. Ev almalıyam, maşın almalıyam, kapital bu deyil. Kapital 5 yaşında bir qızara verirsən, bugün də bilirsiniz, sosial şəbəkə, internet dövrüdür. O qızı 15 yaşı, 18 yaşı, o artıq bəzi işlər görür, ailə dağılır, evdən alır, aşağılar belə gəlir. Bilirsiniz, bəzi şeylər olur və qız ailədən boşanır. Ailədən boşanır, yeni ailədən boşanmış və saf bir qız gedib düşür insan ticarətçilərinin əlinə. Və bundan da onun həyatı məhv olunur. Və həmin qız geri döndükdə öz ölkədə, rayonuna və ya kəndə artıq valideynlə qəbul edir. Get, kimsə bilər, mən biabır olaram. Düzdür. Ancaq o, nətər demək, bu pis kimi göstər, o qızı qəbul edəmir, amma oğlu verən oğlumuzu qəbul edir. Bir oğlum deyil, yox, düzələcək. Oğlumuz arvad boşanırsa, bir sözümüz var. Mənimki oğlandır, nə vecmədir. Amma qızın anası getsin fikirləşsin. Bilirsiniz, o qədər fərq qoyuruq ki, oğlanla qızın arasına. Və bu da onun nəticəsidir ki, bu gün inanın ki, Azərbaycanda qızların çaşmamazlığıdır. Və hərdən olduruq ki, bizi dünyaya da gətirən bir hansısa qızdır. Yəni, onu bu qədər əzmək olmaz, bir qadın bu qədər əzmək olmaz, dəyərli kişilərdir. İnanın ki, bu qadınlar olmasa, evimizin yolunu tapa bilməsin. Evdə təmiz bir paltar tapa bilməsin. Və bir dəfə bir müdürkədən belə bir söz deyir. Deyir, əgər bir kişiyə qarqamaq istəyirsənsə, dən alaqdır. İkincini alacaq. Yox, almayacaq. Birinci yerini verməyəcək. Çox sağ olun. Çıxışımın əvvəlində vurğuladım, yəni ancaq müəllimlərə dedim. Lakin burada auditoriyada bizim iştirakçılarımız hər peşədən, hər sahədən var. Eyni zamanda Ağsaqqallar Şurasının üzvlərini görürük, salamlayırıq. Sadəcə bilirik ki, memarını da, həkimini də, müəllimini də elə yetişdirən müəllim özüdür. Ona görə müəllim müqəddəs olduğuna görə ilk müəllimlərin adı ilə salamlamağı başladıq. Və indi isə növbəti çıxış üçün sözü veririk Vəfa xanıma. Və nəzərinizə çatdırmaq istəyirəm ki, yəni aktiv olun, rahat olun, müzakirəli olun. Yəni şablon xarakterli istəmirik bu görüş baş tutsun. Sizə hər hansı bir sahədə suallarınız olsa, təklifləriniz olsa, onu dinləməyə və ya müzakirə eləməyə biz açığıq. Təşəkkür edirəm. Onda özünüzü bu istidə gözəl alqışlayın. Təşəkkür edirəm. Fatma xanım çox gözəl qeyd etdi ki, gender bərabərliyi bizim ailədə uşaq dünyaya gələn gündən pozulur. Mən bir sual verəcəm xanımlara, əvvəlcə kişilərə. Həyat yoldaşına kömək edən varsa əlin qaldırsın. Gender bərabərliyi məhz buradan, bax buradan. Əgər bugün ziyalı təbəqə bunu özünə al bilirsə,
verirsə, biz cahillərdən nə gözləyirik? Siz ziyalılar, bəlkə də kömək edirsiniz, kamera görürsünüz, ola bilir. İnanın ki, o el kaldırmayanların hamısı evde kömək. Siz kömək edirsiniz, nə gözəl. Bir dəqiqə mən sizi ayağa qaldıracağım. Gəl bura. Rica edib ki, ayağa qalmasın. Bu günləri Beyləqanda, bax bu gənc həyat yolu ailəsiz. Neçə il ailəsidir? 4-dür. Hansı işlərdə kömək edirsiniz? Ben de gün çapaşta kömür. Məsələn, O da işləyir, mən də işləyirəm. ay sağ ol. Gəl yerən özüm kömək edir. O yemək pişirir, bəyəksiz verir, hizmət çörək doğrayıram mən, su verir, ayran Eyvah çaldır. var. Akroş verirəm. Eyvah var. Ya bunun bir şey yok. Əslində bu gənc bu günləri hər kəsə bir nümunədir. Niyə? Əgər bir kişi həyat yolu gedə bilərsə, əgər bir kişi həyat yoldaşına dəstək ola bilirsə, bu o deməkdir ki, bu ailədə gen bir bərabərlidir, əmin-amanlıq, sakitçilik, gözəl ailə dəyərlərindən danışmağa da. Məsəl üçün, mən bax, mavi köyləyimə ağsaqqalımız gəldiyində kömək etdiyində tam əminəm, bəlkə bir də kömək edir. Mən sizi deyirəm. Onda elə mən bir söz demək istəyirdim. Buyurun. Yerdə düşən məqamıdır. Başqa səbəb olmaz. Mən nə edim? Özünüzü təqdim edin, zəhmət olması sizin. Mən Mədəliyev Əlxan, Beyləqan rayonunda uzun müddət baş memar işləmişəm. İndi təqaüddəyəm. Ağsaqqallar Şurasında üzvüyəm. Allah sizə can sağlam. Mən cavan vaxtı təzə evlənəndə Bir niyyətlə zəhmət olması. bir dəfə Yoldaş təkin. mən yoldaşım Əkim dedim. Ona tapşırmışdım ki, bizim evin dolanışığı sənə verilən rüşvətlə yox, mənim maaşımla olmalıdır. Allah